Dərdim kimə deyil mən. Ərver, mən deyəndə də sənə xətifə dəyir. Biz onsuz da borcu xərdin içindəyik. Bu kreditdən gedib bu dırıngetin nəyini aldın? Hər şeyimiz kreditdə. Bu zoraba kimi hər şey kreditdə bizdə. Verəcək də yavaş-yavaş nə olur? Nə qədər versin ayda buna? Vur tut 62 manat. Nə qədər qaldı? O da vur tut 42 ay. 42 ay. Kərəm, bu 60 manat bizim varamıza bəs eləməz, Əmir. Hə? Bu gedib bu bahalı restoranların birində bax, o gedir səni qoymuşsan, buradan bura depozit olur. Bu qoyup oturmuyor. O hissi kesilmədən gedib rahat kabinetimizdə oturan məzdeyi. Oturarım. Hə? Gözəl rayonlarımızın birində bu dənə qəşəng adama ki qardaş, belə 2 sol torpaq alan məzdeyi. Yo. Ha, bana onu alın, mən də biraz bizəcəm. Ya, Qorat. Restoran demişəm, bu ən bahalı restorana gedib. O cüzgün qabağında o bahalı qızlar kimi o. Böyle söz Instagram'da paylaşıp yukarıda giydirirdi ki o bizde falan restoranlar. Eğlenmezdik. Eğlenmezdik. Sonra o Instagram'da o şərh bölməsində yazı var. Buralar da adam oldu. Yazabilirler. Ha. Ay sok, niye yazmırlar? Niye yazmırlar? Çünkü sen gittin, kredi boğazınıza kesip 60 bapıra verip direkt aldın. Bizim adımız sanımız var. Neyimiz var ya? Adımız sanımız. Bir bak gör kimin oğlusan. Ne olmuş? Vurmayıp bütün kənd danışır ki, kulağının atası eşeğe salmıştı tövləyə. Ha, yok. Salmıştı tövləyə. Yaşlı değil zaten, yaxşı. Nereden sıyrıldı ya? Yine bir tiket söyle ki. Evə gedək. Ha? Evə gedək. Yok, restorana gidelim. Bir daha şey sekreter. Pulumuzlar akı. En pahalı restorana gidelim. Buralara bir pul səpin, maşını almışıq, şirini verin. 1000 dəfə demişəm ki, naşükürlük eləmə. Adam var, bunu da tapa bilmir. Yenə şükürə ki, ayağını yerdən götürür. Başlığımız var. Sen ağarsın. Ne de? Bir deməmişəm maşını skate yiyəm. Niye? Sonra qızlar bilmirlər ki, Əmirin maşınına skate yiyəcək. Ağlım başqa maşınlara getməsin, mən bura gözüm kimi baxıram. Sen neysen ha? CV yazıram, CV. Asivi demişsin ha, bu elmlərdə saçlı qız axtardılar, Yandadır. Yazmışlar mı? Dünən yazdım elə. Dəqiq. Bu şirkətdə katib axtardılar ha. Onu dünən yox, sıra gün yazdım mən. Hep bir dayı da yazmışlar. Onu qaçırdılar ama onu da yazmışam. Dəqiq. Təsəvvürləmir. Bu boyda CV vermişik, bunların içində bir dənə daya zəng edir də bizi. Ne olsun ya? Demirəm, niyə ayıbdır? İndi bizə yaraşmır da, indi bizim də özümüzə görə adımız sanımız var da indi. Ne atsan, bütün kənd danışdı ki, kulağım dədəsi eşeğe salmış. Yaxşı da, yaxşı. Eşeğe baksan. Yaxşı da, Əmir, yaxşı da. Bəli. Alo, salam. Əmir bəydir danışan? Bəli, Əmirdir. Siz dairəli işinə görə müraciət eləmişdiniz bizim firmaya. Aha. Biz sizin CV-lərə baxdıq, müsbət rəy qəbul olundu. Zəhmət olmasa Gəncə prospekti 67B 36-ya yaxınlaşasınız. Üzr istəyirəm müəllim. Alo. Dairəlikdən dişə çağır. Dairədə? Adımız sanımız var illa. Ağzındaymış ya. Dedik.
Üzr istəyirəm müəllim, mən dostumla məsləhətləşdim. Aha. Biz işə nə vaxt başlaya bilərik? Hələ bu gün. Peki o zaman biz geliyoruz. Dur kitabı. Müəllim gözünü dur. İndi Hə, gel danışıq da sumkanı götürün. Dolabında qoyarsan içinə. Sumkanı da götür. üstün də var da. Dəf edəmişəm, məzələnmə, gəl. Elə biraz həyəcanlısan. Yox, nə həyazam, birinci dəfə deyil ha. Onda qapın döydə. Vay, xoş gəlmisiniz, xoş gəlmisiniz. Sizi təbrik edirəm, atışfəşanlıq. Deməli, mən danışdım, müəllim sizi gözləyir. Mən getdim. Get. Bəlkə bu ağını itirib gəl. Salam aleyküm mənim. Qulam. Əmir. Şad oldum. Elə biz də şad olduq mənim. Adım şad oldum da. Hə. Yox, biz yenə də şad olduq mənim. Yəqin ki, bu işdə müəyyən qədər təcrübəniz var. Saç ağartmışıq. Bəli. Axırıncı dəfə harada işləmisiniz? Hə? Axırıncı və biz mənim elə üzr istəyirəm, elə axırıncı işimizi bir saat bundan əvvəl tərk verib gəlmişik bura. O məsəl var, şeyi çəkər. Yəni üzr istəyirəm, biraz həyəcanlıdır. Yəni söz vaxtına çəkər, onu demək istəyir. Mən özüm iş adamıyam. Kifayət qədər işçilərim və köməkçilərim var. Sadəcə olaraq işimlə əlaqədar bir neçə gün vətəndən uzaq qalmalı olacam. Üzr istəyirəm müəllim o öz yerində. Bu evin kupçası var. İkinci mərtəbə. Həyəcanlısan, hə elə bir. Mənim səfər haradır inşallah? Mən heç kimə açıq verməyi sevmirəm. Aha, başa düşdüm. Gözümün ağ qarası bircə oğlum var. Aha. Əgər onun başından bir tük əksik olsa, Üzr istəyirəm müəllim, nəyin başından? oğlumun başından bir tük əksik olsa, məndən inciməyin. Əslində oğluma qadın daya tapa bilərdim. Hər qadına etibar yoxdur, elə şeylər. Amma mənim oğlum kişi kimi böyüyüb və istədim sizin kimi kişilər ona baxsın. Elə mənim üzr istəyirəm. Yəni baxmayın, biz belə daya işləyirik. Yəni bizim də özümüzə görə adlı sanı nəslimiz var. Deməli, bütün kənd danışı ki, Qulamın atası eşeği salmış. Biraz həyəcanlısan elə bir. Eşeği salmış. Aysə, qulaq asın. Biraz həyəcanlıdır müəllim. Üzr sayın. Evə gəlib gedən zənglərə cavab vermirsiniz. Qapını heç kimi asmırsınız. Min yukka giyinmirsiniz. Sana dedim o videoyu yayılacaq da. Balkona çıxıb məhlənin oğlanlarına söz atmırsınız. Bunda biraz elə şey var. Instagramda Burak Özevit'in şəklini görüb kommentariyada oy mamuçka yazmırsınız. Bu mənim bank kartımdır. İçində kifayət qədər pul var. Mən gəlinə kimi idarə edəcəksiniz. Uşaq sizə əmanətdir. Narahat olmayın. Hatırlım. Salamat müəllim. Sən salamat. Yaxşı yol. Bu adam benim babam. Derdi dağlardan büyük. Ağlamana. Son zamanlarda deli biraz tövbeler olmuşam. Yüreğim ağrıyor her şey. Pacetti. Atölü. Adım nədir sənin?
Ökü. Ha. Bax, böyük kişi. Bax, mən sənin əmrəmrəm. Mən də sənin qulam əminəm. İndi bax bu əmlər səni hara aparsın? Eşitmədiniz atam dedi ki, heç yerə getmək olmaz. Vapşə bilirsiniz nə var? Mən çıxıram öz otağıma uzanmağa. Gəl əmi sən aparsın. Yox, özüm gedirəm. Biraz özünü dartıram deyip. Atasını oxşub o deyək. İşte böyle yaxşı. Atelə, batelə, batelə. Hadi gözləsin, gözləsin, gözləsin. Ay, nədə? Qoy ayaqqabını sabəsə, desinlər imkanlıyıq. Yaxşı, o qədər böyüməmişik. Harika bir ev ya. Hə? Qəşəng evdə, gözəl evdə. Bu divanın ən azı 5000 qiyməti var, ən azı. Ondan sonra baxarıq evi. Gəlin bəlkə birinci yeməkdən başlayaq. Belə evdə yemək yeri ayrı deyil. Bu evdə bizim mətbəqarını tapaq. Hara gəlir ora girək də iynə. Televizora, divara qoyublar. Get, gözə. Əmir. 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 Nədir? 3 mərtəbəli villa. Gecə saat 1. Aylı gecə. Səlim külək. Hadi qulaq as da. İkimiz. Yaxşı. Hə bir qulaq as da. Burada. Dedim gizləmə. Hə bir göz var. Ay sol. Sən zəynət çalışmır. Şey var da rahat yatıram mən. 2 dənə qız. Nə? Da dur değil. Durum nə varmış? Hə bu başqa bak qızlarla danışırsan olsa heç də edəmirsən. Sağ gəlsinlər də. Ay sol. İndi dur onları çağır bura. Yaxşı. Gəl. Gəl qardaşın sana bir dəfə elə qızlar sevsən. Görək. Deyirəm bu nədir? Nə tər qızlar xoşdur canə? Deyiflər eləmi? Nədir? Biz bu evin Wi-Fi-ni bilmirik axı. Bəlkə şad olmazayım orası? Çox gözəl fikirdir. Sən gələ vaxt başı işləyirik. Bir də narahat eləyək. Hadi öz deyək ki, çətin vaxtlarınızda zəng edin də. Birinci axşamınız xeyir olsun deyirəm. Şad oldum müəllim, salam. Aleyküm salam. Necəsiz? Yaxşıyam. Çox sağ olun, qulam da salam deyir. Bir vacib məsələyə görə zəng vurmuşam, şad oldum müəllim. Uşağa nəsə olub? Yo, uşaq gayet iyi. Sizin evin Wi-Fi-nin parolunu bilmirdim. Hə, yaxşı yaz. 3 dənə 9, 3 dənə 5, 3 dənə 3. Oldu, şad oldum müəllim, çox sağ olun. Neydi parol? Aha. Hə? Parol neydi dinə? Nə deyim? Parol deyil. Yazmadın ki parolu. Ben nəyə oturursan burada qulam? Hə ben danışan sənsən, mən nə bilim ya. Mən nə bilim, elə bildim eşidirsən də. Təzən zəng vur. Tez ürəyim partladı. Bir daha salam, şad oldum müəllim. Uşağa nəsə olub? Yo, uşaq night very good. Bu parol yadımdan çıxdı, məndə biraz huş gəlir. Ay, yaz. 3 dənə 9, 3 dənə 5, 3 dənə 3. Oldu, şad oldum müəllim, çox sağ olun, özünüzə yaxşı baxın. Yaxşı adam deyil. Qulaq, mən gedirəm sinməyə. Gəlim ölçüb 2 dənə qız buzadı. Yaxşı? Şampunuz adın var ya? Hə. Görək, təzə nə var burada? Salam.
Bunu ben yeter kurdum ha. Əmir. Hadi dur da qızlar gəldi tez elə dur. Mənim bir dənə əyniləşim gəlirəm. Hansı qızlar? Hadi sən çağırdın qızlar da. Yadımdan çıxıb yaxşı geyim. Ha mən də əyniləşim gəlirəm. Yaxşı, mən də geyim, əlimi geyinim. Ay bro. Tez ol, qızlar gəldi. Yıxılmışdım. Hadi gör. Mən ol, heyecanım. Bak geldim. Zdrasте. Ha? Здравствуйте. Здравствуйте. İyi akşamlar. Kapıda kalmayın, geçin. Kesin. Gel Emir. Temasın. Karım sıralı. Uşaqlar, bura sizin öz evinizdir. Xanım, sualınızdan bilir ki, siz nətər kasıb həyat yaşayırsınız. Siz buraya ev deyirsiniz. Bizim üçün buram siz nədir? Nədir? Daxma. Bəs o həyətdəki balaca maşın kimindir? Hə, o mənim maşınımdır xanım. Hər ay boğazından 62 manat kəsib ona kredit. Kredit vermirəm. Zəhləm gedir kreditdən, çox bir şeydir. O xanım, elə bir şey, bizim bağa baxan var. O məsəl var ya, bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Qardaşın çıxış eləyir də, imkan ver çıxış eləsin. O elə bir ki, bizim bağa baxan bir dənə qoca kişi var. Elə alıb vermiş ki, özü üçün həyat bacada belə sürüsün də başın qaçsın qoca kişi. Mən əlavə edeyim. Şeyi. İnce dalım yer basmayı geriye. İnce dalım yer basmayı geriye.
Darıxmırsan? Nəsə elə bil biraz sakitçilikdir. Belə alınmayacaq. Musiqi, Var. düzdüm. Megan var. Nə? Yani megabayt var. Var. Bir tane zahmet olmasa. Bu dakika burada elə bir aura yaradım ki, gel göresen. YouTube. Bence musiksiz anlar. Alınar. Beni bir 5 dakikaya bağışlayabilirsin. Niyə? Bayaq hamamdan biraz tələsi çıxdım. Çox üzr istəyirəm. Bir dənə qoltuğun altını qırxıb gəldim. Yaxşı? 5 dəqiqə məni bağışla gəldim. Yaxşı? Heç nə olmaz. Getmə. Yəni belə adamlar. Xəstəsən sən, neyinirsən? Get rədd ol vapşe. Dedim yani maraqlı olsun da yani. Ona görə elədim. Pişik də var ha bax. Miau. 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 Hayda, sən niyə başa düşmürsən ki, Rəşad bağlı ələtlər yasamağında güclü deyil? Amma mən də deyirəm ki, ələkbər Rəşaddan yaxşı deyil. Sonra... Hayda, sonrası odur ki, aç YouTube'da var, 2012 müşfirqabat boyu. Gözlə bir dəqiqə. Sənə 2002-dən bəri... Qafiyəsi var ya. Qafiyə, nəsə deyən, qəribə qafiyə idi. 2002-dən bəri olan bütün qafiyələri sənə göstərdim. Bax görək ki... Üzr istəyirəm xanım, siz bu xanımın padurqasınız, amma bunun tərəfini saxlamayın da. Rəşad bağlı güclü deyil, yoxsa ələkbər yasamalı. Rəhman basılmaz. Ay qız dur bunların ikisində baş çatmır. Dur gedək dur. Xanım, üzr istəyirəm. Əsəbləşdirirlər. O sözü başa düşmədim. Xanım, siz nə qədər ki bu sənətə qiymət verməyəsiniz, bir o qədər bizim aramızda belə münaqişələr olacaq. Xahiş edirəm, mənim sualıma... Qız zaman deyərəm tez getdi. Dəyər rahat salam məni. Elə sənci də tez getdi. Yox, bəlkə biraz problem var ki. Mən də bilirsən də, məndə ürəyim kövrəkdir. Ona görə biraz tez yola saldım. Siz elə ikiniz də bir-birinizə taysınız. Başdan xarablar. Şeydi, onsuz da ikimiz də altın vurmuş da, daha nəyi gizlədik. Gedək uşaqla maraqla, görək nətərdir, neyinir. Gecə vaxtı yox, baxarım. Amma nəsə tez getdi nəsə. Yox, mən heç əlimdən yatıb 100%. Hatırla matile. Hatırla matile. Gizlənib. Mən səni tapacağım. Haydi. Heç huy. Hara girmə bu. Şadolun müəllim bizim kimliğimizi bilməsəz də olar. $200,000 bizə çatdırıb uşağı sağ-salamat aldıktan sonra hər işimiz çox şad olacaq. Yazmağımıza ehtiyac yoxdur. Amma biz yenə də xatırladaq. Əgər işə polisi qaçsanız, uşağı yenə də sizə təhvil verəcək. Amma o cansız halda olacaq. Haklı. Gördünüz, ödeyə bilmirsiniz. Manatla dolaş. Şey demeye geldim seni. Diyorum, uşaq bəlkə bizdən cüzdanbazı oynayır. Alma desək gələrsən. Ayıptın, bu dəmirlər sən dalcı qazaq. O nə deyir, o sən tərəfdə deyil. $200,000. $200,000.
Polis nerede? Polis nerede? Ben bunu yazın da şöyle yazın. Desem bile. Uşağı vurmuşlar. Uşağı vurmuşlar değil. Təsəvvürləri nədir, hə? Uşaq oğluylar! Ami, siz kimsiz? Biz hara gelirik? Narahat olma oğlum. Biz atanın dostlarıyıq. Səninlə oyun oynayırıq. Biraz oynayaq, sonra aparıb qoyacaq səni evə. Alarsan! Hayır ol! Öldürəməz evi. Kaçta sen adam da özünü öldürür ha? 200 bin mapul değil, biz zaten tuvaletine çıkıyoruz. Hadi səbirli ol da biraz tapacıqda gözlə biri. Sen değilsen orada. Yalanla plan düzürəm elə bilə. Yalan değil, plan tutmak lazım değil mi? 200 bin manat pul değil ben. Durun burada boş boş ne danışın bir. Gelip bançı ara abi. Ya? Ya? Niye elime lazımdı? Deyirəm gelip bançı aracı abi. Yok. Yarazık yok, öyle yarazık. Ay mən məsəl üçün dedim də həmişə kimi söz gəlişi deyirəm. Sesin yok. Yarazık. Ay xəstəsən sən bizi tutarlar bula. Emir, yarazık! Ay bacı yarmaq ol hadi. Yarım oğul vur, diyelim yarazık. Hakikaten tapacık 200 bin matı. Yaracı? Ha, yaz ona, ha 100%. Deyirəm sağ olsun Rəhmə, pulsuz parasız verdiği maşını. Ya vermeye ne verdi? 2 saatte kaytarmalıyım. İşimizi aşırdık, rayt aracıqda otur. Bir dəqiqə gözləyin, sistemdə sizin kredit borclarınızı baxa sizi məlumatlandıracağıq. Bəli. Narahat olmayın. Narahat olun. Ol, sağ ol. Salam. Salam. Hüquq Agentliyi Mühafizə Şən Hazır Zablar Kreven Klubunun şeylər. Başa düşmədim. Əzin yaxşı bilirsən biz kimik. Biz gizli agentlərik. Sizin bankınıza biraz sonra soyğunçuluq hadisəsi baş verəcək. Sizdən tələbimiz odur ki, siz və işçi heyətiniz, ümumilikdə bütün mühafizə xidmətiniz onlara müdaxilə göstərməsin. Biz onları istəyirik ki, hadisə yerində yaxalayaq. Çünki onlar bizim tərəfimizdən uzun müddət ki, axtarışdadır. Baş üstə. Aydın oldu? Aydın. Nə versin? Dünəndən qulağıma su girib çıxmır. Getdik. Diqqətli qulaq as. Deməli, birazdan bankımızda dövlət tərəfindən əməliyyat keçiriləcək. Narahatçılığa heç bir əsas yoxdur. Hər şey kontrol altındadır. Uşaqlara xəbər ver. Seninle iyi arasında büyük bir fark var. Benimle senin aranda kocaman bir fark var. Kötüyle benim aramda irice bir fark var. Sifətime baxmayın, tez olun. Eller yukarı! Eller yukarı! Düzdür, eller yukarı, şalvar aşağı. Ne varsan sen? Ne var tezere? Ruslan, sen de köydesin lan. Ne varsın? Tanıştın ha? Narahat olmayın. Heç kim müdaxilə etməsin. Hər şey nəzarət altındadır. Ay sağ ol, bayaq dediğimiz gibi hiç kim bize müqavimət göstermesin. Ne varsan? Hadi. İyi. Qulaq as.
Xəzinə kimdə burada? Xəzinə. O da 100 faiz oldu. Tüy. Valla gözlerine bak. Sarsana xəzinə. Ala. Sukant ola. Tez ol Sukant Bey. Tez ol. Getir kolay gel tez ol. Gel piyle kimi gelsin. Ha, qorxursun ha? Elə bir siz bu çin oldu. Yok bu real yattı. Al onu. Al onu. Öyle mi? Getir bunları getir. Ben bir terpembeyi. Tez ol Xəzinə tez ol. Gel. Senden de öyle mi olurum Cemro? Cemro. Değilim Cemro. Tez ol vaktimiz oldu Cemro. Korkma öyle mi? Geldi Cemro. Elimde silah var orada yoksa. Sağ olun. Hoşça kalın. Görüşürüz. Salamat kalın. Deyirəm nətər qorxduq bunları. Bunlar da rahat götürdü. Elə yaxşı gəlmisiniz. Heç ağlımıza gəlmirdi bu plan. Elə bil sənin qorxudan səsində. Neçə ayda fikirləşirik ki, bu bankı necə soyaq. İndi adam kimi pulları qoyursunuz maşına, yavaş-yavaş qapını açıb keçirsiniz öz maşınıza. Dinlən də ha. Müəllim, üzr istəyirəm. Bu bizim maşındır. Zəhmət olmasa bizim maşını tərk edin. Yox əzizim, sizin maşındır, oradadır. Üzr istəyirəm, bu bizim planı siz hardan bildiniz? Eşitsən mən, içəri girən kimi əlinizdə silah kışkırıq ki, davayından qədər tassada pul var, göz bulura. Deyirəm bizdən Şübhələnlər, baş gətirmişəm mən burada. Eşitsən mi? Başda pulları oğuyan kimi gedir yolların yanına, pul verir, uşağı götürür, gəlli yerə, şad olduğuma zəng vuruq ki, ala gədənlə danış. Allah desin ha? Niyə olunmur? Allah desin axırıncət ha? Deyirəm axırıncə tartışma, getdik. Alo, şef, 3 aydır bank yarmaq planımız var idi ha. Birazdan onu həll edəcəm. Yolunuz açıq olsun müəllim. Xeyir işlərə xərcləyəsiniz o pulu. Prosta arada bir dənə yadınıza düşsə bizə də 5 manatdan verərsiniz. Yaratdıq. Alınmadı boz. Ne deyirsən? Planı deyirəm də alınmadı. Qulaq, sən təzə plan yaz. Mənim mədəmi sırılır. Gedim məni söylə arasına gətirim, hər şey. Get. Tapdın bir şey? Buna bax ya, qoy açım. Yazıblar ki, Bakı zooparkında 200 bin manatlıq leopard gəlib. Deyirəm, təsəvvür elə, bunu oğruyuruq, yolda bizi yiyir. Neyini? Deyirəm, təsəvvür elə, onu oğruyuruq, yolda bizi yiyir. Yox, ikincini yaddan çıxart. Birinci nə deyir? Məsəl üçün də bunu oğruyuruq. Məsəl üçün yox, əmir. Elə oğruyuruq. Hə, ağzımda deyirəm ki, leopard deyə, prosta söz gəlişi dedim. Əmir, biz onu oğruyuruq. Hə, dedim, yox. Əmir, biz onu oğruyuruq. Oğruyuruq. Yaxşı. Onda biz nə edirik? Plan sızmalıyıq. Şad oldum mən. Hə? Şad oldum mən. Şad oldum ben. Get uşaq çağır, özü danışsın. Uşaq banadan çağırım, uşaq uğrayıblar. Onda palit eləmə, danış, özün danış. Saç taş. Bana bir şeyler oldu. Ne deyirsən, hə? Alo, salam Şad oldum mənim. Nətərsiniz, necəsiz? Uşaq nətərdir? Onu mən sizdən soruşmalıyam. Siz məndən yox. Salam Şad oldum mənim, uşaq qəşəngdir, rahatdır. Söz veriblər ki, qaytaracaqlar. Nəyi qaytaracaqlar?
Yəni deyir Şadodun mənim çörək almışıq. O da xaraflıyıb. Hə, deyir elə onu qaytaraq. Yaxşı, az danış. Telefonu ver uşağa. Haycan papa. Mənim ağıllı balam, necəsən? Sağ ol papa, yaxşıyam. Sən necəsən? Əmilər sənin xətrivə dəymirlər ki. Yo, çox qəşəng gəmilərdir. Hə. Ata sən hara yesin? Bir yer tap da. Hayfdir məndən böyükdür. Bir tırat da. Haran istəyirsən? Can. Ata sənə görüntülü yıxsın danışaq. Papa, sən məni belə yıxsan, mən darıxacam. Ən yaxşı sən gəl, mən səni elə görüm. Yaxşı balam, yaxşı. Şadodun mənim elə uşaq düzeyir. Danışdı, kövrəldi. Deyirəm, inşallah sağ-salama gəlin də bir şey qalmayıb. Gələrsiniz, bir-birinizə rahat görərsiniz, hə? Oldu. Mənim oğluma yaxşı baxın. Sağ ol. Tansiyonum qalxır. Tansiyonum. Nə deyirsən, hə? Təcrübə var. Həyazana düşdüm. Yaxşı tutardı, hə? Mən olmasam sən bağırar sana bədbaxt. Mən başa düşə bilmirəm. Biz bu uşağı bura əyləndirməyə gətirmişik. Ucu 10-cu kruq diyor, uşaq belimdə fırlanıram. Bəs bilmirsən, uşaqlar bizim gələcəyimizdir. Onlarla düzgün rəftar eləmək lazımdır. 100 minlərə gedən yox, belə fırlanmaqdan keçir də. O iki tüfi, Şadoldun müəllimin oğlunun başına bir iş gəlməsin deyə o pulu hardan olur olsun tapıb gətirəcəklər. İki tüfi? Hə də, gecə oğurluğa girəndə qızlarla oynayan iki malı deyirəm də. Hə, onda elə çıxır ki, Şadoldun müəllim harası gedib, uşağı da tapşırıb bu iki mala. Fırlana başını işləməyə başlayıb ha. Ay Qulam. Deyirəm, səhərdən yazdıq, pozduq, planza, düzdürmü? Mən maraqlı, biz o leopardı nətər qaçırdacaq. Xəstəsənsən? Bəlkə o da plan yazıb pozmuşuq. Hamısı boş-boşladır. Zarafat edirəm, səni yox edirdim, görüm yadında qalıb. Yat gecək, xeyli, yat. Sən fıraqda tərrətdin axı. Dur gidelim ha. Sokakta 200 bin leopard bizi gözür axı. Leopardı qoya bir qıraq axşam yuxuma bilsəm mi kim girim? Hə, kim? Şadolun uşağı. Nə deyirdi? Ana deyib üstümə qaçırdı. Səni də soruşdu, dedi xalam nətərdi. Sən məncə xolta gidəyim, hə? Ana, xalam. Yox. Batandı. Sür. Ha, niye bu leopardı? Hə, bu da zooparkda biz leopardardan tapaq, hə? Peki heyvanlardan soruş. Geç soruş, nə də olsa yaxınsan. Salam əmilər. Bilmirsiniz leopard hardadır? Buralarda harda? 100% bu uşağın atası da leopard uğramaq istəyir. Uşağı göndərib ki, palet eləməsin, onun gözlərinə bax, denən bilmirəm. Ha, yox bilmirik. Yaxşı, sağ ol. Oralarda olar, yaxşı bax. Hamı leopardaqları, ya. Zarafat böyle 200 min qiyməti var. Salam Meleşim. Bizi işə düzəldən deyil. Bəli, bu mənəm, bəli. Nə qarsan burada? Sözün açığı sizdən sonra bir dayını düzəltdim o bahalı kişinin yanı ki, uşağına dayə eləsin. Bu da başı batmış. Evə qız sala, gecə. Aha. Yatıb qalıblar. Aha. Yatıb qalıb. Banditlər girib evə, uşağı götürüb oğurlayıb deyiblər. Kişi də gələ evə, dayanın başını kəsə, məni də işdən çıxartdatdı bayram. Əşmət cəhənnəməyə siz nə edirsiniz, necəsiniz? Biz, hər şey yaxşı, hər şey qaydasında. Yaxşı. Əsas odur ki, hə, Əmir?
başımız yerində. Hə, nə yaxşı, lap yaxşı. Və şey, o uşağa ne? Uşaq. İlkan uşaq. Şad oldu mu uşağı? Şad oldu mu uşağı? Şad oldu mənim evdən çıxanda. Bizə bərk tapşırdı ki, evdən bayra olmasın. İndi uşaq da evdə oturur, darıxır eləyir. Dedi, mən zoopark istəyirəm. Mən də Əmirlə ürəyimiz dözmədi. Dedi, elə çıxaq bir dənə zooparkda bir iki dənə heyvan şəkli çəkək. Aparaq uşaq göstərək. Lap yaxşı. Bəli, üzr istəyirəm. Bu leopard deyirlər, təzə gəlib, bu hanı? Leopard. Mən burada heç bir heyvanla münasibətim yoxdur. Açıq deyirəm də, yəni heç bir münasibətim yoxdur. Amma direktoru tanıyıram. Direktordan xahiş edə bilərəm ki, gəlsin, açsın, baxın, seçin şəkillərini, aparın göstərin. Zəhmət olmasa. Problem yoxdur. Alabaş müəllim. Bəli. Allah boş. Nə olur? Alabaş müəllim. İmkan vermir sənə bu ceyranın başını pişirir. Mənim yaxın dostlarımdır. Alabaş müəllimdir. Alabaş. Xahiş elədim. Mən get. Get işinə. Gedək sizi öz zooparkımda gəzdirim. Gəl. Çoxdandır bu heyvanlarla maraqlanır. Uşaqlıqda. Çox heyvanlar çox yaxşı insana ruh verir. Mənim elə ömrümün hamısını heyvanlara həsr eləmişəm. Bizim zooparkda nadir şir cinslərindən olan Afrika şiri var. Dərildi. Qorxmaydı. Hətta mən sizə yenicə doğulmuş o qırqovul balasının səsini də çıxarda bilərəm. Bax. Yox, ehtiyac yoxdur, amma ehtiyac yox. Onda gedək gəzək. Demək, bizim heyvanxanada, bizim zooparkda növbə-növ dəvələr var. Növbə-növ çox. Bax, bu da bizim gündəlik həyatda rastlaşdığımız heyvan. Üzr istəyirəm, Alabaş müəllim, o bizi kimi adam deyil. Yox əzizim, yanılırsan, indi görəcəksin, zəhmət olmasa izləyək. Pa. Gördünüz? Mən sizə dedim, o heyvandır. Bizi kimi? Gördünüz? Demək, bizim zooparkda dünyaca məşhur olan Misir dəvəsi var. Mənim o dəvəyə xüsusi simpatiyam var, deyin niyə? Niyə? Çünki həyatımızda olan lazımsız, gərəksiz, yöndəmsiz adamların üzünə elə tüpürür ki, gəl görəsən, belə eləyirik. Yox, amma ehtiyac yoxdur. Mənim ehtiyac yoxdur. Yaxşı. Üzr istəyirəm müəllim, bu təzə leopard gəlib 200 minlik, o hardadır? Nə? Leopard. Leopard? Maraqlı deyil, ona görə soruşur. Bəli, müəllim. Bəli. Xəbərim var. 5 dəqiqəyə çat, uzağı 5 dəqiqəyə çatıram. Oldu müəllim, oldu. Hə, uşaqlar, siz ürəyiniz hansı heyvanla istəyir şəkil çəkdirim, amma sizdən incidim, mənlə şəkil çəkdirmədiniz. Mən iclasa getməliyəm, təcili verdim zooparkı sizdən. Sağ olun. Sağ olun müəllim. Müdürlük diləmi? Əmir. Hər şey plan üzrə gedir. Hazırsan, Hər şey hazır. Hazırsan, ha? Buradan rahat ola bilərik. Kulak. Sana bir söz söyleyeceğim, şaşırma. Ne diyeceksin ha? Arkada pelenç var. Pes etme. Bu da kesin belki kuş sesleri çıkartasan burada. Sen ben döndüm pelencin özünü. Biz neyse pelencin nefesine girmişik. Pelenç var. Wow. Ay pelenç olmuşsun nefesine dur. Hızsız var söylemedi ha. Hızlığına merasim gelir. Nerede? Xəstəxanada. Sen oradasın. Ben de xəstəxanada. Biz hardayıq? Biz hardayıq, hə. Deməli biz Şadoldun müəllim gəldi, bizə pul verdi. Biz də gəlmişik İstanbulda boğaz keyfi yapıyoruz. Onda mənə o zaman balıq verdi. Xəstəsən sən, deyirəm xəstəxanada yığar, xəstə. Çox sağ olun ay həkim. Mənim uşağımı yenidən həyata qaytardınız. Allah sizdən razı olsun. Dəyməz xanım, bu bizim müqəddəs borcumuzdur. Biz sizə söz vermişdik axı.
uşağınızın həyatını geri qaytaracağıq. Savadlı, dəyərli həkimlərimizin səy nəticəsində və çox bahalı dərmanların köməyi ilə uşağınızın həyatını geri qaytardıq. Çox sağ olun Ayət. Sağ olun, dəyməz. Buyurun, keçin oturun siz. Fikir verdin. İşimize yarayır. Niyə yaramır? Görmüsən deyir dəyərli həkimlər. Hərəsi 5-10 manatdan qoysa 200 min manat pul edir. Kələm. Dərmanlar deyirəm. Eşitmədim deyir çox pahalıdır. Hə, pullu. Qulaq as ya. Dərmanlar nə tər çıxardacaq buradan? Gözdə bir şey şəşirsən. Allah. Xanımlar üzr istəyirəm. Sizi bir də gəliyorlar içəri. Üzr istəyirəm. Bir də gəlir. Buyurun. Əmir, bizim maşınlardadır. Zooparkın qabağında. Zooparkın qabağında nədir? Bizə taksi lazımdır, sorsun. Taksi o değil ki özümüzün qabağındakı. Taksi! Taksi! Salam. Salam. Bizi zooparkın yanına neçə yapararsınız? 10 manata. 10 manata. Dayı, bizim əlimizdə elə bir ki, bahalı dərmanlar var. Bura bizə etibarı bir yerlərə də qoyaq. Bura qoyaq. Elə bir ki, bunları xəstəxanadan uğramışıq. Cezarı, dayı tələsin. Sən Cezarı. Vay yımaq, keçdi arxaya. Deyirəm Cezarı, deməli Cezarıya da. Birinci dəfə ki, bəy baxın. Heç mən qabaqda oturmuşum. Keçdimə deyil, keçdi. Birləşirsən, hə? Keçdi. Neyse atlı kaynadı. Zoopark söhbətdir. Ulan zoopark söhbətdir. Deyib bancı da yansımadıq. Şeydə, zooparkı da. Bir şey fikirləşdir. Gör kimdə. Tanımıram. Ben ömrən tanımıram. Mən də tanımıram da bir dənə ağır söz işlədərəm. Əsəbiyəm, gör kimdə. Alo. Bəli. Ha. Ne oldu? Onlar da deyir, bax azalır. Gözlə. Bir der. Tapdıqca bura. Neyiniz ya bizə? Bütün dünya teknikanın üstündə durur. Gözlə. Gör nə yazılıb burada. Onun yeri deyəm, onun yeri. Bir baxda gör nə yazılıb. 59 yaşlı bir qadın xeylaq yazıb ki, kim mənlə evlənsə, bütün var dövlətimi verirəm ona. Ne olsun, nə dəxlisi var Əmir? Nə təriyəm, nə dəxlisi var, bir məntiqin olsun da. İkimizdən biri həmin arvadla evlənməliyik. Yox bre. Evlənməliyik. Yox Evet. Tavşanım. Ay can. Tavşanım. Can. Bəs bunları niyə yemirsən? Bunları mən sənə üçün pişirmişəm ama. Aşkım, gözləyirəm sən gələsin bir yerdə yeyək. Bir də mənim gözüm qabadı, bir də bunun mənim gözüm qabadı. Hop, çek.
Can. Docanım, sən elə bil bu vəsiyyət söhbətinə biraz tələsin. Deyirəm birdən İraq olsan, düşər-düşməz olar. Aşkım, narahat olma. Bizim nesil uzun ömürlüdür. Nətər yəni uzun ömürlüdür? Bax, misal üçün anamın 97 yaşı var. Amma ona baxanda maksimum 45 yaş verərsin, yəni elə görsənir. Onda Doşanım, məni bir 5 dəqiqəlik bağışla, mən bir dənə şəhərə deyək gələm, yaxşı? Aşkım, sənə qurban ama tez gəl. Niyə? Çünki bu günləri nənəmin ad günüdür. Nətər yəni nənəmin ad günüdür? Nənəmin ad günüdür bu günləri 127 yaşı tamam olur. Oturup hamımız qeyd edəcək. Elə bayaqları görsəydin, Instagramda status qoymuşdu ki, bugün mənim doğum günüm, çox mutluyum. Elə şirin arvattı ki. Nənən Instagrama girir. Hayda. Deyirəm pis vaxtlar deyil, gözün üstündə olsun. Narahat olma hayatım. Olar axşam mən dostumla gəlim. Sənə hər şey olar. Aşkım, aşkım, aşkım. Bu konkret mən özləri bilir ya. Mən neyəcəm ha? Mən sizin ailə məsələlərinizə qarışa bilmərəm. Nətər qarışamıram? Məni bizimlə salan sən də özən ha? Onda belə çıxır ki, bizim bir dənə variantımız var. Gözləməliyik bu arva dölsün. Ölsün. Bunlar uzun ömrü nəsildən deyil. Axşam məni ad günə çağırıb. Bizdən kimin? Kimin? Nərəsinin? Bu. 127 yaş olur. Allah ömür verir. Sənə çağırıb. Amma gələndə plansız gəlmə ha. Bir dənə plansız gəl, yaxşı? Narahat olma, baş işlədəcəm mən. Bir dənə plansız gəl, yaxşı? Get. Narahat olma, biçiləşim. Bir dənə gəl yarıt da. Get. Özün ki belə nəs rəqəmdə oturmuşsan. Get. No, I'm not afraid to die. Stop. Hamınızın diqqəti məndə olsun. Həyatım, bura gəl. Can. Deməli belə, bu günləri mənim nənəmin ad günündə mənim həyat yoldaşıma kiçik bir hədiyyəm var. Bugündən etibarən mən bütün var dövlətimi Qulamçikimin adına keçirirəm və bu əlimdəki də onun təsdiqidir. Alqışlar gəlsin. Qulamçik. Çox sağ ol Doşanım. Gəlirəm. Qulaq as. Fərz elə ki, bu plan alınmadı. Sən nəylə gəlmişdin bura? Qardaşım bura plan qurmamış gələr. Prosta 15 ildən qorxdum. Nə 15-i? Öldürəsidik da. Sənin özübədə, sənin planıma da, sən qoyamam. Əylənə, uşaqlar əylənə, hamı əylənsin.
Olmaz. Ay can. Sən mən bax nə bu evin, eşin, nə bilim, maşınların, pulun, o İsveçrə bankındakı sənin pulların heç bir mənə lazım deyil. Doğrudan. Biz sənə nə lazımdır aşkım? Mənə, daha doğrusu ikimizə, cəmi 2 manat. Ay, yox, yəni 200. 200 manat. Ay, Dollar. yox, Euro. Türk lirası. yox, yox. Rubl. Dirhem. Ben şu dile bir freestyle uzat diyorlar ya. 200 bin manat olmaz bana. Niye? Danışıram. Deməli oturmuşdum evdə. Bax belə. Əməlli başlı işlər çevirmişsən. Neyse. Mən sizə 200 min manat verəcəm. Ay Əmir, bir dayan da, adva uyğun hərəkətlər elə. Amma bir şərtlə, qaytarmaq şərti ilə. 100%. Sənədsiz, sünətsiz. Nətər yəni? Ay, yəni söz gəlişi deyirəm ki, sənədsiz, sünətsiz sizə inanıram və o 200 min manatı mən sizə verirəm. Öz görürsü ki, mən ailə tərbiyəsi görmüş bir qızam. Ona görə də mənə artıq əski ifadələr işlətmək yaraşmaz. Mən pulu verəcəm sizə. Amma işdi şayətdir. Mənim pulumu qaytarmayanın lişini var. Yerəm ayrılam. O boyda söyüşləri yığmaq var ya. Elə danışsan elə birinci əvvəl. Yanında da uşağı batı futbol oynayanda top gəlib qonşunun pəncərəsi sındırdı. O da çıxıb dedi ki, hansı var? Uşağı. Əmir zarafasız deyirəm, uşaq vaxtı ağlımıza gələrdi ki, biz böyüyəndə daya olacaq, nəmin kimsə uşağına baxacaq, zibilə düşəcək, belə. İndi nə qədər yadladı sən? Cidoya girdim, mən də karatəyə. Məqsəd də ki, bir dənə idi. Biz çempion olacaq. Deyirəm ulan, təsəvvür elə, gedirik onları döyürük, uşağı da götürüb gəlirik. Ne edirik? Məsələsində gedirik onları döyürük, uşağı da götürüb gəlirik. Yox, məsələsində yox. Ne edirik? Döyürük onları, uşağı da götürüb gəlirik. Gedirik, onları döyürük, uşağı da götürüb gəlirik. Məsələsində yox. Dəqiq. Üst. Min dəfə demişəm də bu zənci deyil. Niyə başqa zəng yoxdur? Alo, ha Can Ürəyim. Yox, gec götürmədim, maşın sürürdüm. Maşın sürürdüm ona görə. Əmin edirəm, birazdan zəng vuraram da, işim var. Yaxşı, yaxşı. Miau, 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 miau. Yavaş, yavaş. Ana hep bizim uşaq. Maşındadır yatıb. Pulları gətirmisiniz? Pul burada, biz burada. Right
death comes without apology. And I'm welcome. The victor is summoned me. Fuck 'em all. In the place, everybody getting rainy. Punch better calculated, can't nobody tame me. Blame me for keeping a running yard raining. Ladies used to hate me, now they coming out they panties. Girls on the job check, pocket full of stock check. Got a fat notch check, something don't squat. Yeah, down, down for the block. Yeah, try to be hot with you, I wanna be shot to the top with you. Mənim gözümün ağı qarası bircə oğlum var. Oğlumun başından bir tük əksi olsa, məndən incimir. Everybody holler, getting gold, ripping souls for a bigger dollar. Father, I don't wanna leave nobody toothless, cause they greedy in the middle of what I do best. You finna see me in the TV with a few guests. Baby, get your waterproof vest. I'm smoking bud in the back, I'm waiting for niggas to trick, cause bitch I love to scrap. I went from rocks to Z's, writing raps and movies. Kardeşim. Biz bunu başardık. Başardık. Büyük şanım. Başında. Büyük. Ay büyük. Bəs atanın dostları hanı? Atanın dostları dincəlirlər. Oyun oynayırdı. Oyunda bitti. Dur gedi yemin ayağına bakarsın. Gedək. Solmazdan aldığımız proqramlara hansı lazım olmadı. Durduğumuz yerdə nəyə gerək çıxacaq boşluğa var biz? Hardasın var böyük? Evdə uzanmışdım da. Demirsən yenə sən o yallah düşərik sizdirlər. Alo. Şadodun mənim salam hərbatımız xeyir olsun. Evet satırım ben. Hə, satırsınız? Hə, gəlin. Satırıq. Hə, bax, böyükçi, bax, papa gəlir. O gələndə onu hiss edəmişsən, yaxşı? Hamısını atama deyəcəm. Ay böyükçi, neçə gündür sağa görə ora gedirik, bura gedirik. Söz nəsin mənasında kişiliyimizi qoymuşuq ortalığa. Nə bax. Bax, o iki dənə əmi getdi, sənə görə dalaşdı, vuruşdu, pis adamları döydü, oğruq elədi. Bəs biz yazıq deyilik. Əzərfə deyiləm, kişi deyil, heç nə edəməyəcəm. Müəllim gəldi.
Necəsiz igidlər? Ata! Sağ ol ata, sağ ol. Ne güzel. Ata danışmışdı sən. Necədir vəziyyət? Her şey güzel, her şey mükemmel. Hamısını döydük. İqranı deyirsən də, İqranı bayaq elə mənim İqran olurduq, elə uşaqla bir yerdə. Orada pis adamlar vardı, onu döymüşük, onu deyir. Hə, onu deyirdim. Onu deyir. Oğlum, əmlər sən xətribə dəyməyiblər. Ya hər şey yaxşı idi. Bu da sizin qanağınız. Çönlüğün olsun da. Təşəkkür edirəm. Sağ olun müəllim. Çox sağ olun. Nə sözünüz qul olsa, qulunuz da. Sağ ol. Sağ ol bir kişi. Kulağa siz soruşmadın bu evin kutsası var. Hara gelirsən? Hey. Aha işte çift boyda pul verilir. Deyirəm Ayqulan, olan oldu keçən keçdi. Əsas oldu yaxşı tutardı deyil. Deyirəm Əmir, bu boyda villada qalsan, bir dənə keyf eləməyəsən ya. Yeməyi demə, ona görə deyiblər. Adamın öz isti yuvası ocağı olmasa xeyri yox deyil. Deyirəm Əmir, bu bizim axırıncı iş olsun da. Gəl gedək ki, qardaş özümüzə bir adam balası kimi bir iş tapaq. Gedək başımız aşağı işimizi görək, gələcəyimizi quraq. Bu nədir ya, dairə izahat belə. Bizim də özümüzə görə adımız sağımız var da. Nə atsan, bütün kənd tanışıdır ki, Qulamın dərəsi işi. Bunu dinən, hə? Ben neçə gündür dişimi sıxıram, ben deyirəm ki. Bütün kənd danışırdı ki, Qulamın dərəsi eşeği salmışdı tövləyə. O ki var qışqırtmışdı. Maraqlısı oldu ki, eşeğ sən idin. Yadına gəlirmi? Sən o vaxt çileyi çəkdiyini dədəm bilmişdi. Demişlər, eşeğin bir eşek girdi tövləyə. Sənin nə qədər döymüş də. Camaat elə bilirlər ki, eşeğin özünü salıb tövləyə. Da nə bilsinlər, sən. Dədəm komediya kişiydi. Dədəm yadıma düşdü ya. Yenə yanımda olardı, salardı məni tövləyə, eşek kimi sırpardı. Yaxşı, kövrənmə, yaxşı. Öyle qorxdum ya da. Bir də yenə o cig adamlar olar ya. Ona danışsan? Sən danışdın, sənin danışıq qabiliyyətin yaxşıdır. Alo. Alo. Bəli. Salam aleyküm. Aleyküm salam. Sizi narahat eləyirəm. Mənim 70 yaşında xəstə bir atam var. Ona baxmaq üçün bizə dayə lazım. Baxa bilərsiniz? Ərəbizə də 2000 manat pul verəcəm. Baxa bilərsiniz? Alo. Alo. Baxarıq! Kim al? Görüyorum bizden başka burada kim var? Kim al? Kim al? Niye bakışlarda bize karşı kim var? Kim al? Kim al? Diyorum bizden başka burada kim var? Kim al? Kim al? Niye bakışlarda bize karşı kim var? Görəsən necə olacaq bu işlərin axırı? Nə vaxt gələcək axı bu pulların axını yaxını? Pulları qazanmağa yaxınıq, paçkaları sayıb bağlayana daxılıq. Axı bizə çətindir Bakıda iş tapmaq. Öz başına qalxmaq. 9'da hər gün yuxudan qalxmaq. Başımın üstündə durur ansız axmaq. Balacadır baxmam evimin sahəsi. Bu deyil axı arzularımın himayəsi. Axırda olur bansızsa uşağın dayəsi. Hər ay gecikir mənim evimin kirayəsi. Kim al?